Şirvan şəhərində yaşayış evində partlayış baş verib, xəsarət alan var. Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttində şəhərin Elşad Əzimov küçəsində yerləşən fərdi yaşayış evində yanğınla müşahidə olunmayan partlayış barədə məlumat daxil olub. Məlumat daxil olan kimi hadisə yerinə Nazirliyin aidiyyatı qurumlarının qüvvələri, o cümlədən Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib və ərazi nəzarətə götürülüb. İlkin qiymətləndirmə zamanı vətəndaşa məxsus ümumi sahəsi 120 kvadrat metr olan bir mərtəbəli 4 otaqlı yaşayış evində partlayışın baş verdiyi təsdiqlənib. Partlayışın ehtimal ki, məişət qazının sızması nəticəsində meydana gəldiyi bildirilir. Hadisə zamanı açıq alıb qeydə alınmasa da partlayışın gücü tikilinin konstruksiyasına ciddi ziyan vurub. Nəticədə ev yararsız vəziyyətə düşüb, tikilinin bəzi hissələri dağılıb və yaşayış üçün təhlükəli hesab olunur. Hadisə zamanı bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralıya hadisə yerində ilkin tibbi yardım göstərilib və daha sonra müvafiq tibb müəssisəsinə çatdırılıb. Əraziyə cəlb olunan xilasedicilər tərəfindən təhlükəsizlik tədbirləri görülüb. Mümkün ikinci risklərin qarşısı alınıb. Qaz və digər kommunikasiya xətləri nəzarətə götürülüb. Faktla bağlı aidiyyatı qurumlar tərəfindən araşdırma aparılır. Partlayışın dəqiq səbəbləri və hadisənin digər təfərrüatları müəyyənləşdirilir.